Salam hamıya. Son günlərdə Günəş yenə aktivdir və bu yerə təsir edə bilər. Martın 16-sında R4392 bölgəsində M2.7 sinifli orta güclü Günəş partlayışı baş verib və bu tac kütlə atılması CM'i yaradıb, yerə yönəlmişdir. Martın 17-18-də də əlavə M sinifli partlayışlar, məsələn M2.75 qeydə alınıb. Koronal dəliklərdən gələn yüksək sürətli Günəş küləyi də aktivliyi artırır. NOAA Space Weather Prediction Center rəsmi olaraq G2 orta səviyyəli geomaqnit fırtınası Watch elan edib. Martın 19-u UTC gününə görə, yəni Azərbaycanda martın 19 səhərindən axşama qədər. Bəzi modellərə görə qısa müddətli G3 güclü səviyyəyə çata bilər, xüsusilə bir neçə CM'i birləşərsə. Britaniya Geoloji Xidməti BGS proqnozunda da martın 19-23-ün ortalama G1, maksimum G3 səviyyəsi göstərilir. Nə vaxt pik olacaq? İlk təsirlər martın 18 axşamı və ya 19 səhərindən başlaya bilər. Əsas pik martın 19-20-də gözlənilir. KP indeksi 6+-a qədər, yəni G2, bəzən G3. Martın 20-də də G1, G2 səviyyəsi davam edə bilər. Mümkün təsirlər G3-ə çatsa belə ekstremal deyil. Orta enliklərdə, Azərbaycanın şimal bölgələrində, qaranlıq səmada şimal işıqları, aurora görünə bilər. Bu, çox nadir və möhtəşəm hadisədir. XX radio rabitədə, qısa dalğa, GPS naviqasiyada yüngül problemlər, elektrik şəbəkələrində gərginlik dəyişiklikləri, amma G4, G5 kimi ciddi deyil, narahat olmağa dəyməz. Bu, Günəş maksimumu dövründə normal haldır və çox vaxt yalnız gözəl aurora ilə nəticələnir. Əgər şimal işıqlarını görsəniz, şəkillərinizi şərhlərdə paylaşın, birlikdə izləyək. Abunə olun və zəngi basın ki, növbəti yeniliklərdən xəbərdar olasınız.